Qocalmaya qarşı ilk dərman insanlarda sınaqdan keçiriləcək. Amerika Birləşmiş Ştatında qocalmaya qarşı ilk dərman sınaqlarına start verilir. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənən yeni ER100 preparatı yaşlanma əleyhinə hüceyrə cavanlaşdırması sahəsində dünyada ilk klinik araşdırma kimi qiymətləndirilir. Preparatı hazırlayan Life Biosciences ilkin mərhələdə onu ağır göz xəstəliklərindən əziyyət çəkən pasiyentlər üzərində sınaqdan keçirəcək. ER100 terapiyası yenidən proqramlaşdırma texnologiyasına əsaslanır. Bu metod hüceyrələrin xüsusiyyətlərini dəyişdirərək onları yenidən daha gənc vəziyyətə qaytarmağı hədəfləyir. Alimlər hesab edir ki, bu yanaşma zədələnmiş toxumaların bərpasına və yaşlanma ilə bağlı xəstəliklərin müalicəsinə yeni imkanlar yarada bilər. Klinik sınaqlara qlaukoma və qeyri-arteritik ön işemik optik neuropatiya diaqnozu qoyulan şəxslər cəlb ediləcək. Hər iki xəstəlik görmə sinirinin zədələnməsi ilə əlaqədardır və dünyada körlüğün əsas səbəblərindən sayılır. Tədqiqat uğurlu olarsa, gələcəkdə bu texnologiyanın digər orqanların hüceyrələrinin bərpasında və yaşlanma ilə bağlı ağır xəstəliklərin müalicəsində də istifadə edilə biləcəyi bildirilir.